Salam əziz şagirdlər, Böyük Zəfərin ilk qaranquşu aprel döyüşləri mövzusunun ev tapşırığı hissəsini gəlin birlikdə həll etməyə çalışaq. Beləliklə, ilk tapşırığımız bizim Eyler-Venn diaqramındandır. 1-ci Qarabağ müharibəsi ilə aprel döyüşlərini müqayisə edəcəyik. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla qovulması. Bildiyiniz kimi, 1-ci Qarabağ müharibəsinin elə əsas səbəblərindən biri məhz Azərbaycanlıların tarixi yurtlarından, yəni Qərbi Azərbaycandan zorla qovulması idi. Bu, 1-ci Qarabağa aiddir. Qaradağlı faciəsinin baş verməsi, xatırlayırsınızsa, bunu da biz ötən dərslərdə keçmişdik. 1-ci Qarabağ müharibəsində Xozalı faciəsindən əvvəl olan bir faciə idi. Lələtəpə yüksəkliyinin azad olunması. Bəli, biz bunu sizinlə məhz aprel döyüşləri mövzusunda öyrənmişdik və bunun ən böyük uğurlarımızdan biri idi. Azərbaycan ordusunun şəhidlər verməsi, bəli, bu aydın məsələdir ki, yəni müharibədə şəhidlər də olur, təəssüflər olsun, Allah rəhmət eləsin bizim şəhidlərimizə. Bu hər iki hadisədə bunlar var. 20-ci əsrin sonunda baş verməsi. Yəni bildiyiniz kimi, 1-ci Qarabağ müharibəsi 1988-1994-cü illərdədir, aprel döyüşləri isə 2016-cı illədir. Ona görə də biz 20-ci əsrin sonunda 1-ci Qarabağ müharibəsi düşür. Azərbaycan ordusunun puallardan istifadə etməsi, bu informasiya isə aprel döyüşlərinə aiddir. Məsələ burasındadır ki, ilk dəfə bu müharibədə biz İsrail istehsalı olan harplardan istifadə etmişdik. Tofiq Hüseynovun milli qəhrəmanlığa layiq görülməsi, xatırlayırsınızsa, Xozalı faciəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə Tofiq Hüseynov, Əlif Hacıyev ölümlərindən sonra milli qəhrəman adına layiq görülmüşlər. Bu, 1-ci Qarabağa aiddir. Şükür Həmidovun milli qəhrəman adına layiq görülməsi, bunu da biz aprel döyüşləri mövzusundan xatırlamalıyıq. Belə ki, orada milli qəhrəman adını almış 3 döyüşçümüzdən biri idi. İkisi ölümlərindən sonra olmuşdu bu, Murad Mirzəyev və Samid İmanov. Şükür Həmidov isə sağkən bu adı orada aprel döyüşlərinə görə almışdı. Lakin Allah rəhmət eləsin, 2-ci Qarabağ müharibəsində Şükür Həmidov da şəhid olmuşdu. Beləliklə, bu informasiya aprel döyüşlərinə aiddir. İndi isə gəlin ikinci tapşırığımıza baxaq, uyğunluğu müəyyən edin. Deməli, aprel döyüşləri nəticəsində Azərbaycan ordusu Tərtər istiqamətində uğurlar qazandı. Əvvəlcə müəyyən etməliyik. Bəli, xeyr. Sözsüz ki, bəli, yəni ümumiyyətlə, əziz şagirdlər, bir şey həmişə diqqət edək. 1994-cü ildə atəşkəs bağlandıqdan düz 2020-ci ilə qədər, hətta Vətən müharibəsi daxil olmaqla bütün münaqişələrdə Azərbaycan ordusu hər dəfə erməni təxribatına zərbə endirmişdi və bütün döyüşlərdə biz qalib kimi ayrılmışdıq. Bəli, bu da bəlidir. Bəs indi gəlin baxan görən digər, yəni ki, sütunda bunu təsdiq edən informasiya hansıdır? Burada fikir versəz, çünki o aprel döyüşlərində şəhid olmuş informasiyası bura uyğun gəlməz. Çünki bu ərazi hələ 1-ci Qarabağ müharibəsi dövründə azad edilmişdir. Bu da düz gəlməz, çünki aprel müharibələrində biz azad etmişdik Talış yüksəkliklərini. Talış yüksəkliyinin azad olunması bunu sübut edir. Bəli, sözsüz bu bunu sübut edir. Deməli, biz uyğunluğu tapdıq. Prezident İlham Əliyev Raquf Oruzova görüşərək ona milli qəhrəman adı təqdim etmişdi. Əziz şagirdlər, diqqətli olaq burada. Əvvəla, informasiya bu yanlışdır. Nə üçün yanlışdır? Ona görə ki, 2016-cı ildə aprel döyüşlərinə görə Raquf Oruzov milli qəhrəman adını alsa da, ancaq döyüşdə şəhid olmuşdu. Yəni, İlham Əliyev onunla görüşərək ona milli qəhrəman adı verməsi doğru gəlməz. Çünki o, deməli, bura uyğun gələn cavab, o aprel döyüşlərində şəhid olmuşdu. Yəni, ölümündən sonra o ada layiq görülüb. Cəsur döyüşçü Samid İmanov Lələtəpədə şəhid olmuşdu. Deməli, yadınızdadırsa Samid İmanov Tərtər istiqamətində, yəni ki, yüksəkliklər uğruna gedən döyüşlərdə şəhid olmuşdu. Ona görə bu cavab xeyr olacaq. Çünki o Talış, deməli, belə baxaq görək hansı cavablar var. 2 variant qalıb. Çünki o Cəbrayıl istiqamətində deyil, Tərtər istiqamətində döyüşmüş informasiyası ona uyğun gəlir. Və aprel döyüşləri nəticəsində Cocuq Mərzanlı kəndi azad edilmişdi. Bu da
xeyir olacaq. Çünki Cocuq Mərcanlı 1-ci Qarabağ müharibəsi dövründə azad edilmişdi. Ancaq o vaxt orada hələ insanlar yaşaya bilmirdilər. Çünki Lələtəpə işğalçıların əlində idi. Oradan isə onlar onu atəş altında saxlayırdılar. Və yerdə qalan cavab, çünki bu ərazi hələ 1-ci Qarabağ müharibəsi dövründə azad edilmişdi. Əziz şahidlər, indi isə gəlin sonuncu tapşırığa baxaq. Hansı şəkillər aprel döyüşlərini təsvir edir? Birincisi də puadır, yəni Harrop puasıdır. Sözsüz ki, ilk dəfə məhz pualardan biz bu müharibədə istifadə etmişik, bu doğru cavabdır. İkidə fikir verirsinizsə, deməli, helikopter və qarşısında insanlar dayanır, yəni onlar görünür, tez onları köçürməyə çalışır milli ordunun əsgərləri. Bildiyiniz kimi, aprel döyüşlərində bizim yalnız işğal altında olan ərazilərimizi geri qaytarmışıq və heç bir yaşayış ərazimiz işğala məruz qalmayıb ki, olan insanlar da tərk etsin. Bu yanlış variantdır. Üçdə isə elə həmən Lələtəpə və üzərində bizim əzəmətli üç rəngli bayrağımız var. Sözsüz ki, aprel döyüşlərinin səhnəsini göstərə bilər o yüksəklik. Dörddə yenə qaçqınlar var. Qaçqınlar 1-ci Qarabağ müharibəsində olmuşdu, bizə bildiyiniz kimi. Bu yanlışdır. Beşdə isə biz şəkildə həm Azərbaycan əskərini, puaları görürük. Sözsüz ki, bura uyğun gələcək. Və sonuncu şəkildə isə 20 yanvar, yəni şəhidlər xiyabanıdır. Bunun aprel döyüşləri ilə bağlı yoxdur. Beləliklə, şagirdlər, mövzunu bir daha yenidən nəzərdən keçirdin və tapşırıqları da xüsusilə baxın və dərsi mənimsəməyə çalışın. Növbəti dərslərimizdə görüşənədək sağ olun.